Bugün cəmiyyətdə kök salmış, lakin İslam dininə, xüsusən Əhl-i-Beyt məktəbinin ruhuna zidd olan xurafat haqqında danışmaq istəyirəm. Tez-tez rastlaşırıq, deyirlər ki, filankəs sağlığında səni çox istəyirdi, indi çox istəməsin. Filankəs sağlığında burada otururdu, indi oturmasın. Və yaxud da sən orada oturma ki, onun ağırlığı gələr, sənin üstünə çökər. Elə bilirlər ki, ölmüş insanın ruhu gələcək, bu sağlam insanın ruhun öz yanına aparacaq. Bunlar hamısı xurafat fikirlərdir. Ölən insan bərzəx aləminə gedir və bərzəx aləmində onun ruhu azaddırsa, yaxınları üçün ancaq xeyir dua istəyə bilər. Əzabdadırsa, o zaten heç kəsə zərər vurmaq ixtiyarında deyil. Və ölən insanın əşyalarından istifadə eləmək heç bir eybi yoxdur. Əksinə onun xatirəsini yaşatmaq üçün bunlardan istifadə eləmək bəyəniləndir. Və çalışaq ki, ölülərimizi bu cür şeylərlə narahat eləməyək, ölənlərimiz üçün dua göndərək, salavat göndərək. İmam Sadiq əleyhissalam buyurur ki, ölən bir insanın ruhu üçün namaz qılmaq, sədəqə göndərmək, onun üçün bərzəxdə bir nura çevirilər. Gəlin belə xurafatlardan uzaq olaq.